Bayram günlərində xüsusilə yağlı ət yeməklərinə maraq artır. Bir çox ailələrdə səhərdən axşama qədər müxtəlif təamlar hazırlanır. Yağlı yeməklər daha çox bişirirlər, süfrəyə qoyulur. Yəni orada biraz baxmaq lazımdır, diqqət. İndi kimsə diyeta saxlayır, kimsə ola bilsin sağlamlıqla bağlı şəkər xəstələri də var. Onunla bağlı bir diqqət yetirməyə gərək. Diqqət etmirəm, amma çalışıram ki, bəzən yağlı çox yeməyim. Ən əsası da insana xoş əhval-ruhiyyə lazımdır. Ona görə mən saxlamıram. Təkcə evdə yox, qonaq getdiyimiz yerlərdə, bölgələrdə, hətta restoranlarda da çox vaxt seçimlərimiz ətli yeməklər olur. Bayram günlərində qarşımızda belə zəngin süfrələr olanda seçim etmək heç də asan olmur. Xüsusilə müxtəlif ət yeməkləri, qızartmalar və şirniyyatlar insanı daha çox yeməyə sövq edir. Amma əsas məsələ süfrənin zənginliyi yox, düzgün seçim etməkdir. Çünki bayramda nəzarətsiz qidalanmaq sonradan sağlamlıq problemlərinə səbəb ola bilər. Qidalanma üzrə mütəxəssislər isə bildirirlər ki, çox miqdarda ət yemək orqanizm üçün təhlükəlidir. Həkimlərin sözlərinə görə xüsusilə yüksək təzyiq, şəkər və ürək xəstəliklərindən əziyyət çəkən şəxslər daha diqqətli olmalıdırlar. Bayram süfrəsində əsas məsələ çox yemək deyil, düzgün və balanslı qidalanmaqdır. Xüsusilə yağlı və ağır yeməklərin həddindən artıq qəbulu sonradan həm həzm problemlərinə, həm də digər sağlamlıq təhlükələrini artıra bilər. Bayram günlərində ən çox yol verilən səhvlərdən biri də təzə kəsilmiş ətin dərhal bişirilib yeyilməsidir. Diyetoloqların sözlərinə görə ətin müəyyən müddət saxlanılması həm həzm sisteminə düşən yükü azaldır, həm də daha faydalı hesab olunur. Bayram günündə boşqabların bir hissəsinin, hətta yarısının lifli qidalardan ibarət olmasıdır. Bunlara salatlar və tərəvəzlərin daxil olduğu yeməklər aid edilə bilir. Nə qədər çox tərəvəz varsa, bu o qədər ətin və ət məhsullarının rahat mənimsənilməsinə kömək edir demək. Bayram günlərində porsiya seçiminə və qidaların düzgün qəbuluna diqqət etmək vacibdir. Sadə qaydalara əməl etməklə həm bayramın dadını çıxarmaq, həm də sağlam qalmaq mümkündür. Eyni zamanda fiziki aktivlik və bol maye qəbulunu da unutmayaq. Əziza Mahmudzadə, Vahid Zalov, Telesəhər.